Uşaqlar, deməli, bugün səs başqa mühitlərdə yayılırmı mövzusunu keçəcəyik və həmçinin də səsin yaranma bölməsinə aid ümumiləşdirəcəyik. E, Deməli, səs başqa mühitlərdə yayılırmı? Təbii ki, yayılır deyəcəksiniz. Çünki sadəcə səs havada yayılmır. Su mühitində də yayılır, bərk mühitdə də yayılır. Niyə yayılır? Çünki orada da müəyyən bilirsiniz zərrəciklər var. Həm bərk mühitdə də, bərk maddələrdə də zərrəciklər var. Həm su mühitində də zərrəciklər var. Ona görə də həmin bu mühitlərdə də deməli səs yayılacaq. Səs ümumiyyətlə necə yaranırdı? Səs yaranırdı deməli zərrəciklər arasında zərrəciklərin rəqsi hərəkəti hesabına yayılırdı. Həmin bu suda və yaxud da ki, həmin bu bərk maddələrdə də zərrəciklər olduğuna görə deyəcəksiniz ki, müəyyən bir rəqsi hərəkət olur və orada da səs yayılır. Düzdür, biz 5-ci sinifdə nə keçmişdik? Keçmişdik ki, bərk maddələrdə zərrəciklər nizamlı düzülür. Amma nizamlı düzülsə də bunlarda müəyyən bir trayektoriya ilə zərrəciklər rəqsi hərəkət edir. Bunu yaddan çıxartmayın. Deməli, burada sizin üçün nə qeyd olunub? Kitabda deyir ki, səs suda yayılır. Suyu təşkil edən zərrəciklər havanı təşkil edən zərrəciklərlə nisbətən daha sıx yerləşir. Buna görə də suda rəqsi hərəkət daha sürətlə ötürülür və səsin sudakı sürəti ilə havadakı sürətindən daha böyükdür. Görürsünüz nə deyir uşaqlar? Yəni, zərrəciklər bir-birinə nə qədər yaxındırsa, yaxın yerləşirsə, orada rəqsi hərəkət olma ehtimalı, yəni rəqsi hərəkətin sürəti daha çoxdur və səsin yayılma sürəti daha böyükdür. Deməli, mən onda deyəcəm ki, suda maye halında olan zərrəciklər bir-birinə yaxın yerləşdiyinə görə orada rəqsi hərəkət daha çox olur və sürət də daha çox olur, yəni səsin yayılması. Bundan da əlavə olaraq, bərk cisimlərdə zərrəciklər mayelərə də nisbətən daha sıx yerləşdiyi üçün, bərk cisimlərdəki sürət də mayələrin sürətindən böyük olur. Yəni, mən səsin yayılmasını mühitə görə desəm, səsin yayılmasını, mən orada mühitdəki zərrəciklər deyəcəm. Deməli, deyəcəksiniz ki, bərk mühitdə yayılma sürəti böyükdür maye mühitinə nisbətən, maye mühitdəki yayılma böyükdür hava şəraiti, yəni qaz halında olan mühitdən və yaxud da biz bura hava yazacaq təbii ki, havadan. Yəni, suda yayılma havada olan yayılmadan böyük olacaq, bərk şəraitdə olan bərk cisimlərdəki yayılma isə maye və qazdan təbii ki, böyük olacaq. Və burada görürsünüz, özü də deyir. Deyir, səsin havadakı sürəti təqribən 340 metr/saniyədirsə, sudakı sürəti 1500-dür. Amma səsin poladda sürəti 5000-dir. Görürsünüz, ən çox olan hansı oldu? Poladda oldu. Və burada sizin üçün bilirsiniz hissəsi var uşaqlar. Marsın atmosferin sıxlığı yerin atmosferin sıxlığından azdır. Buna görə də Marsda səsin sürəti sadəcə 240 metr/saniyə olaraq yayılacaq deyirsiniz. Daha sonra biz burada nədə haqqında danışırıq? Əks-səda haqqında danışırıq. Uşaqlar, əks-səda nədir? Əks-səda odur ki, səsin əks olunması. Yəni, səs əgər əks olunursa, bu əks-səda adlanır. Yəni, müəyyən bir, məsələn, tutaq ki, gedirsiniz bir meşəyə və yaxud da qayaya çıxırsınız, qışqırırsınız. Orada səsiniz əks olunur. Niyə? Müəyyən bir səthə dəyir, qayıdır. Bu, əks-səda deməkdir. Burada da baxırıq qaydasına, yazıb ki, səsin səthlərdə əks olunması əks-sədadır. Yadınızda saxlayın, təbiətdə delfinlə yarasa əks-səda hesabına maneələri müəyyənləşdirir və ona görə ona uyğun hərəkət edir. Məsələn, delfin suyun altında səs buraxır, səs gedir, dəyir müəyyən bir, məsələn, sualtı bitkiyə və yaxud da ki, canlıya və ondan o istiqamətini müəyyənləşdirir və yaxud da yarasa da həmçinin. Yarasa da səs buraxır və o ağaca, qayaya dəyir
yenidən ona qayıtmış olur. Yəni bu əks sədadır. Əks səda hesabına da o istiqamətini müəyyənləşdirmiş olur və əşya ilə arasındakı məsafəni müəyyənləşdirmiş olur ki, nə qədər uzaqlıqdadır, nə qədər yaxınlıqdadır. Əks səda vasitəsilə məsafənin təyin olunması da səs lokasiyası deyilir. Səs lokasiyasını maşınların park etməyə kömək edən sensorlarda, məsələn, görmüsünüz uşaqlar, maşınları geriyə verəndə, arxa-arxaya verəndə başlayır səs çıxartmağa. Hansı ki, maneəyə yaxınlaşdıranda səs daha çoxalır. Səs bu məsafəni müəyyənləşdirmək səs lokasiyası hesabına baş verir. Və yaxud da ki, dəniz və yaxud okeanların dərinliyinin ölçülməsi və yaxud da bir başqa sahələrdə, yəni bu səs lokasiyalarından istifadə edilir. Səs lokasiyasını səsin, yəni havadakı və yaxud da ki, sudakı sürətini bildiyimiz üçün gedib qayıtma zamanı ölçərək məsafəni tapa bilərik. Bu S bərabərdir. Ümumiyyətlə, məsafə düsturu nədir uşaqlar? S bərabərdir. V vurulsun T düsturu ilə tapılır. S məsafədir. V sürətdir. Yəni səsin suda və yaxud da ki, havada olan sürətidir. T zamandır. Mən əks səda olduğuna görə, yəni ki, əşyanın, səsin daha doğrusu gedib qayıdıb gəlməsinə görə, əks sədaya görə, mən T-ni böləcəm 2-yə. Bu şəkildə əks səda olduğuna görə bu şəkildə tapacağım. Bax, burada sizə nə deyir? Deyir, əks sədanı gedib qayıtma müddəti 2-yə bölündükdə səsin əks olunduqdan sonra bizə çatması üçün nə qədər zaman keçdiyini tapa bilərik. Bir var, mən tapıram arasındakı məsafəni. Arasındakı məsafəni tapmaq üçün, bəli, S bərabərdir, V vurulsun T düsturundan istifadə edirəm. Yox, amma mən tapmalıyamsa əgər əks səda olunduqdan sonra bizə çatma müddətini, bizə çatma zamanı daha doğrusu, onun üçün tapmaq üçün mən zamanı 2-yə bölməliyəm. Çünki əks olunub, yəni səs gedib qayıdır. Məsələn, yazıb ki, burada səsin maneəyə çatması və qayıtması 4 saniyədir. Deməli, səsin maneəyə çatması 2 saniyə hesablanır. Maneədən əks olunub bizə qayıtması üçün də 2 saniyə keçir. Yəni, mən T bölünsün 2 ilə uşaqlar tapmalıyam. Yenə burada ümumiyyətlə çalışırsınız ki, bilirsinizmi, hissələri oxuyun bütün bölmələr üzrə, mövzular üzrə. Çünki testlərdə bu bilirsinizmi, hissələrindən istifadə olunacaq. Bax, müxtəlif səthlər səsi fərqli miqdarda əks etdirir. Bəlkə səthlər səsi daha çox əks etdirir. Bayaqlar dedik. Niyə? Çünki zərrəciklər bir-birinə daha yaxındır. Ona görə də rəqs hərəkət daha çox olacaq. Yumuşaq səthlərdə isə daha çoxudur. Siniflərdəki, evdəki otaqlarda divan, kreslo, pərdə kimi yumuşaq səthi olan əşyalar səsi udur. Konsert zallarında, səs yazma studiyalarında əks sədanın, musiqinin keyfiyyətliliğinin aşağı salmaması üçün bərk səthlərin əksəriyyəti yumuşaq materiallarla örtülür ki, əks səda olmasın, yəni ki, səsi biz daha yaxşı eşidək. Burada da yazıb sizə ki, avtomobillər park edərkən səs lokasiyalarından istifadə edilir. Səs lokasiyasından istifadə edərək balıqların yerini müəyyənləşdirmək və yaxud da dənizin dərinliyini ölçmək mümkündür. Bax, burada da sizə göstərir. Bu şəkillər uşaqlar sizə düşə bilər. Çalışın ki, şəkilləri də əzbərləyin. Bax, burada məsələn bu şəkli verər. Deyər, burada nə məqsədlə istifadə olunur? Deyəcəksiniz ki, balıqların yerini müəyyənləşdirməkdən ötürü. Və yaxud da bu şəkli verər. Deyər ki, dərinliyi, dənizin dərinliyini ölçmək üçün səs lokasiyasından istifadə edilir. Baxın, burada sizə məsələ nümunəsi verilib. Yazıb ki, Xəzər dənizinin Lənkəran sahilinin ən dərin nöqtəsini tapmaq üçün alimlər səs lokasiyasını istifadə edir. Gəmidən dənizin dibinə göndərilən səs 1 saniyə sonra qayıdır. Dənizin bu hissədə dərinliyi. Baxın, bayaqlar hansından dedim? Dedim uşaqlar, S bərabərdir, V vurulsun, T bölünsün 2. Çünki əks sədadan söhbət edir. Deyir ki, 1 saniyə sonra qayıdır. Görürsünüz, getdi, qayıtdı. Əks səda var. Deməli, S bərabərdir, V vurulsun, T bölünsün 2 düsturundan istifadə edir. 1500-ü bölür 0,5-ə və deməli,
məsafə nəyə bərabər imiş? 750 metrə bərabər imiş. Yəni gəmi ilə dənizin dibi arasında olan məsafə. Deməli, bunu siz evdə edirsiniz təbii ki, məsələni və bunları da doğru yanlışları edirsiniz. Sonra biz baxacağıq. Gəlirik ümumiyyətlə bu bölmənin xülasəsinə. Yenə bu səsin yayılması haqqında ümumiləşdirin birinci. Səs suda, havadan yüksək yayılır. Bərk maddədə dedik ki, mayelərə nisbətən sürətlə yayılır. Çünki burada əsas bizə önəmli olan zərrəciklərin sıxlığıdır. Zərrəciyin sıxlığı ilə yayılma sürəti düz mütənasibdir. Zərrəciyin sıxlığı ilə. Maddənin sıxlığı çox olduqda zərrəciklər yaxın olur və zərrəciklər yaxın olduğuna görə səs sürətli yayılır. Deməli, düz mütənasibdir deyirəm uşaqlar. Yenə nə dedik? Zərrəciklərin sıxlığı ilə səsin yayılma sürəti düz mütənasibdir deyəcəksiniz. Əks-səda səsin əks olunması nəticəsində yaranır deyirsiniz uşaqlar. Əks-sədadan istifadə edərək biz məsafəni ölçürüksə, səs lokasiyasından istifadə edirik. Düsturumuz budur. Əgər sizə bu məsələdəki kimi deyirsə, səs getdi 1 saniyə, qayıtdı, deməli T bölünsün 2 düsturunla mən tapıram. İndi ümumiyyətlə səs bölməsinin xülasəsinə baxırıq. Səs uşaqlar deməli ibarətdir gürluqdan, yüksəklikdən və yaranmasından. Yaranma deyəndə biz dedik ki, səs zərrəcikləri rəqsi hərəkət edərək deməli yayılır. Rəqsi hərəkət edir və yayılır mühitdə. Və səslərdəki fərqin səbəbi nə oldu? Səs mənbəsinin materialından və enerjisindən oldu. Səs hava, maye mühitində və bərk mühitdə yayıldı. Bayaqlar dedik, bərk mühitdə səs daha sürətli yayılır. Daha sonra mayedə belə deyək də az sürətdə havada yayılır. Bu 2-3 dənə mühit arasında. Əks-səda səsin əks olunması nəticəsində yarandı. Səs lokasiyasını hesablamaq üçün S bərabərdir V vurulsun T bölünsün 2 düsturundan istifadə olundu. S məsafə, V sürət, T isə zaman idi. Səs gürlülüğünün vahidi. Uşaqlar, gürlülüğün vahidi desibeldir. Desibel necə yazılırdı? D, B ilə yazılırdı. Səs tezliyinin vahidi isə hertz olaraq adlandırdıq. Deməli, bizim qulağımız 70 desibeldən yuxarı səs eşitsə, səsə məruz qalsa, eşitməmiz üçün, təbil pərdəmiz üçün ziyandır dedik. Dedik ki, səslər gəlir, çatır. Deməli, səs yayılır havaya. Havanın zərrəciklərində rəqsi hərəkət dedik yaradır. Yəni, zərrəciklər toqquşur, uzaqlaşır, yaxınlaşır, toqquşur. Bu şəkildə gəlib təbil pərdəsinə çatırdı. Həm də biz nə demişdik? Zərrəciklərin sıxlaşması, seyrəkləşməsindən danışmışdıq. Təbil pərdəmin gəlib yenə təbil pərdəmin rəqsi hərəkəti baş verirdi, yəni dalğalanırdı və eşitmə sümüklərimiz vardı. Eşitmə sümüklərimiz də domina daşları kimi bir-birinə dəyirdi və səsi yüksəldirdi və mən o səsi neynirəm? Eşidirəm uşaqlar. Kişilərin səsi, uşaqlar, bəmlə olurdu? Kişilərin səsi. Kişilərin səsi bəmdən olur. Qadınların səsi zildən olur. Uşaqların səsi daha zildən olur. Buna səbəb nədir? Səs tellərinin uzunluğundan asılıdır uşaqlar, uzunluğundan. Əgər ki, səs telləri uzundursa, bəm səs olur. Səs telləri qısadırsa, səs zil olur. Deməli, səs telləri uzun olduqda bəm səs müşahidə olunur. Səs telləri qısa olanda isə zil səs müşahidə olunur deyirik. Zaten insanda dedik ki, səsin yaranmasını təmin edən səs telləridir. Və biz nə dedik?
dərsdə demişdik ki, nəfəs verərkən ağciyərlərdən xaric olan hava nəticəsində səs telləri tərpənir, titrəyir və səs yaranır. Bax, hal-hazırda mən danışıram, səs telləri bir-birinə yaxınlaşır və burada alınan boşluqdan hava keçir və səs telləri titrəyir. Baxaq bunun bir dənə şəklinə. Burada var idi səs telimiz. Baxın. Deməli, susduqda bu halda olur. Pıçıldadıqda 3-4 vəziyyətində olur. Danışanda isə 1-dən 2 vəziyyətində olurdu. Yəni, yenə deyirəm, nəfəsimiz ağciyərlərdən çıxanda, verəndə, yəni nəfəs verdiyimiz vəziyyətdə bizdə burada səs telləri titrəyir və səs yaranır deyirik uşaqlar. Dediyimiz kimi səs telləri uzun olduqda səs bəm, səs telləri qısa olduqda səs zil olur. Və uşaqlar, biz bir də burada nədən danışırıq? Səsin zil və yaxud da bəm olması səs dalğalarının tezliyindən də izah olunur. Yəni, tezliyindən də asılıdır. Səs tezliyi nədir? 1 saniyə ərzində səs tellərinin rəqsi hərəkətinin sayıdır. Yəni, tutaq ki, 1 saniyədə, məsəl üçün deyirəm, rəqs hərəkət, səs tellərinin hərəkəti bərabərdir, tutaq ki, deyək 100-ə, məsəl üçün deyək də, bu həmin səs telinin rəqsi hərəkətidir, tezliyidir. Dedik ki, tezlik də herslə, yəni vahidi hersə bərabərdir uşaqlar. Və səsin tezliyi çox olanda dediyimiz kimi səs zil olur. Səsin tezliyi az olanda səs bəm olur deyirik. Bir də biz burada nədən danışmışdıq? Eşitmə aralığından danışmışdıq. Eşitmə aralığı, bax, bura bir də yazım sizin üçün bir dəqiqə ki, qeyd eləmək istəsəniz. Səsin tezliyi çox olanda səs zil olur. Səsin tezliyi az olanda səs bəm olur deyirsiniz uşaqlar. Deməli, bir də var idi eşitmə aralığı. Eşitmə aralığı nə idi? Müəyyən burada yazıb ki, səs tezliyi arasında, yəni 20 Hz ilə 20.000 Hz arası, 20 ilə 20.000 arası tezlikdə olan səslər eşitmə aralığı adlanır. Yəni, mən bu aralıqda nə edirəm uşaqlar? Səsləri eşidirəm. Digər canlılar insan eşidə bilmədiyi səsləri eşidə bilir. Məsələn, itlər 65.000 Hz tezliyi olan səsi eşidir. Çünki mənim aralığım bu hissədir. Mən 20 ilə 20.000 arası Hz olan səsi eşidə bilirəm. 20.000-dən yuxarını da eşidə bilmirəm, 20-dən aşağı olanı da eşidə bilmirəm. Deməli, biz deyirik ki, 20-dən aşağı olduqda, deməli, infra səs hesablanır, infra səs. 20-dən çox olduqda isə ultra səs adlanır. Bir daha deyirəm. Əgər 20-dən azdırsa infra səs, 20.000-dən çoxdursa ultra səs adlanır. Bax, bu sizin bu bölmənin də ümumiləşdirilməsi idi. Bölməni yenidən təkrar edirsiniz. Bu qeydləri də bir daha yazırsınız və dediyimiz kimi uşaqlar bilirsinizmi hissələrini də oxuyursunuz. Burada səs gürultuları göstərilib. Bu testə düşmə ehtimalı var. Bunları da öyrənirsiniz və bilirsinizmi hissələrini də yenə deyirəm öyrənirsiniz. Məsələn, sual düşə bilər. Deyər ki, körpə uşağın ağlama səsi neçə desibelə bərabərdir və yaxud da neçə desibelə çata bilər. Bax, burada sizin üçün 120-ni göstərib. Amma görürsünüz uşaqlar, bu burada göstərməyib. Bilirsinizmi hissəsində yazılıb. Və rahat şəkildə testə sala bilər. Yəni, biz orada etiraz edə bilmərik ki, məsəl üçün də apellyasiya verə bilmərik ki, bu yoxdur kitabda, amma var. Yəni, bunu sənə bu siyahıda, bu şəkildə verməsə də, burada bilirsinizmi hissəsində yazıb. Bütün bölmələrin, bilirsinizmi hissələrini diqqətli oxumalısınız.